Astroloqların proqnozlarına əsasən, yaxın aylarda bəzi bürclər üçün karyera sahəsində mühüm dəyişikliklər gözlənilir. Astra Bürc TV Metbuat.az-a istinadən xəbər verir ki, ulduzların mövqeyi və planetlərin hərəkəti bu şəxslərin iş həyatında irəliləyişə, vəzifə artımına və yeni məsuliyyətlərə yol aça bilər. Proqnozlara görə Qoç bürcü nümayəndələri təşəbbüskarlığı və fəallığı ilə seçilərək rəhbərliyin diqqətini cəlb edəcək. Bu isə onların daha yüksək vəzifəyə təyin olunması ehtimalını artırır. Buğa bürcü isə səbirli və planlı fəaliyyəti nəticəsində uzun müddətdir gözlədiyi yüksəlişi əldə edə bilər. Şir bürcünün nümayəndələri yaxın aylarda nüfuzlu şəxslərin dəstəyini qazanaraq karyeralarında sürətli irəliləyiş yaşayacaqlar. Oğlaq bürcü üçün isə peşəkar sabitlik və artan məsuliyyətlər fonunda vəzifə dəyişikliyi gözlənilir. Qız bürcü nümayəndələrinin detallara diqqəti və sistemli yanaşması rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Struktur dəyişiklikləri və yeni layihələr çərçivəsində bu bürcün də vəzifə yüksəlişi yaşaması mümkündür. Mütəxəssislər qeyd edirlər ki, bu dövrdə qarşıya çıxan imkanlardan düzgün istifadə etmək və məsuliyyətdən yayınmamaq uğurun əsas açarı olacaq.